Davam edirik uşaqlar. Sıra sayılarına deyilir. The ordinal numeral. The ordinal numeral. Sıra sayıları miqdar sayılarının sonuna th artırmaqla düzəlir. Th incə deməkdir. Məsələn, 10-cu deyirəmsə tens. 7-ci deyirəmsə sevens. Th onun sıra sayı olduğunu göstərir. 3 dənə sayımız var ki, ona th artırmaq olmaz. 1, heç vaxt th artırmırıq. Harda artırıldı səhvdir. 2, bir də 3. Bunlara heç vaxt th artırmaq olmaz. Bəs birinci, ikinci, üçüncü sözü necə deyilir? Birinci olur first, ikinci olur second, üçüncü olur third. Bunları əzbərləyin. Ona görə birin üstündə həmişə st, ikinin üstündə nd, üçün üstündə isə ad yazılır. İndi 11, 12, 13. 11, 12, 13 və 21, 22, 23. Bunların sıra sayını necə deyəcəm? Sıra sayını demək üçün bu rəqəmi necə oxuyuruq? 11. 11 varsa th artırdıq. 12, th. 13, th. 21-i necə oxuyuruq? 21. 1 varsa biz dedik ki, 1-ın yanına heç vaxt th qoymaq olmaz. Deməli, bu olacaq first. 21st. Ona görə 21-in başına st. 22-yi necə oxuyuruq? 22. 2 varsa th artırmaq olmaz. Onda olur second. 23 olur 23rd. Ona görə ad. Deməli, hansı ki rəqəmi ingilis dilində deyəndə sonunda 1, 2, 3 eşitdiniz. Bunlar heç vaxt sıra sayına çevriləndə th qəbul etmir. Onlar kökündən dəyişəcək. Və yadda saxlayırıq, harda sıra sayı gördük, qarşısında nə olur? Həmişə z artikl olur. Z ilə vaxtşilənməz, qarşısında yiyəlik olanda. Artikl bölməsində bunu demişik. Bir də yadda saxlayın, ingilisində ayın tarixləri də sıra sayıyla deyilir. Məsələn, the 1st of September.